Həmçinin çox zarafat etmək insanda Qur'anın heybətini aparır. Çünki Qur'an ciddi bir kitabdır. Bax, Allah Rasulü sallallahu aleyhi ve sellem əxlaqı Qur'an əxlaqı olub. Ayşə radiyallahu anhadan soruşanda ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaqı necədir? Deyir ki, əmə təqra'unəl Qur'an. Deyir ki, siz Qur'an oxumursunuzmu? Deyir ki, kənə xuluquhu əl-Qur'an. Deyir ki, onun əxlaqı Qur'an idi. Bax, necə oldu Allah Rasulü sallallahu aleyhi ve sellem. Ən yaxın dostları olub Abu Bakır və Omar. Bir dəfə Allah Rasulü sallallahu aleyhi ve sellem 4 rükətli namazı 2 rükət qılır. 2 rükət. Nə olur? Həmin hədisdə gəlib ki, heç kim Allah Rasulü sallallahu aleyhi ve sellemə cürət edib söz deyə bilmir. Elə Allah Rasulunun heybəti olur. Təsəvvür edin. Və hamı da onu sevir. Hamı da sevirdi. Və cürət edib də söz deyə bilmirdilər. Və nə deyir sonra? Deyir ki, və fil qovmi Abu Bakrin və Omar. Qövmdə Abu Bakr və Omar var idi. Fəhəbə ən yükəlliməhu. Deyir ki, ona danışmağa, Allah Rasuluna söz deməyə heybət etdilər. Bax, Abu Bakr, Omar belə nə edib? Heybət ediblər. Deyiblər ki, necə deyək indi? Ya Rasulullah.